Yani şehirlerden farkı yoktu. Birinci, ikinci, evlisi var. İçinde bütün alem ve Allah size havalarını hepsi bu şekilde nereye Bilmirəm. Şəkil mənim ən çox şəkildir. Çox sağ olun. Öpürəm hər birinizin əllərindən. Çox sağ olun. Göstər. Yaşa 8'den beri oğullarımızın, əsgərlərimizin, zabitlərimizin fədakarlığı başına göre biz yaşamışız da biz nəsiliyik. İndi də 44 günlük şəhidlər hesabına bütün balalarımız, oğullarımız yaşasın. Allah bütün şəhidlərə rəhmət, ailəsinə səbir, yoldaşına Allah şəfa versin. Mən şəhid Elmar İbrahimovun anasıyam. Elmar evin yeganə övladıdır, nə hərbisidir, nə çarıcı. Bəli, Elmar nə hərbisidir, nə çarıcı. Özü könüllü gedib, müharibəyə qatılıb, 22 yaş, ananın xəbəri yoxdur. Ora təcrübədən sonra yazılıb, müharibəyə qatılıb. Allah hamımıza kömək olsun. Yani ki, mənim demək istəyirəm ki, yani bu 92'dir, bu 44 günlükdür, onu seçməyi mən xoşlamıram. Yani indi o vaxtı mən Ağdamlıyam, Ağdamdan gəlmişəm də bilənlər yarandı. İlk dəfə bizi Ağdamda Bəxtiyarla Əli 18-19 yaşında şəhid oldu. İlk dəfə, heç onlar heç geçəyimiz. Yani ki, seçilmək, istəyirəm seçilməyə. İndi dövlət oldu, hərbi qüvvə oldu, silahlar oldu, adi burada dururdular, neçə kilometre vururdular da özünüz bilirsiniz. Yani dövlət oldu, arxa oldu, torpaqda alındı. O vaxtı kənd alırdılar, əmir gəlirdi, yuxarıdan oradan çıxırdı. Özləri könüllü gedirdilər hamısı. Mən oradan gəlmişəm, bilirəm də nədir, yarandı, nədir oldu. Yani o vaxtı belə silah olsaydı, belə hərbi qüvvə olsaydı, 1 metr ermənilər bura gəlməz. Bəli, bax onu demək istəyirəm, yəni heç kəs seçmədim, 44-lük 92'dir, yəni belə. Allah hamıya kömək olsun, hamıya sağlıqla diləyirəm, həyat almaq.